Hesabın sədası, riyaziyyatın ruhu və həyatın imtihanı uzaq, min illərin sirlərinin, əcdadların hikmətini və torpağın sədasını özündə cəmləşdirən Azərbaycanın qədim kəndlərindən birindən Əzizabad adlı kiçik, lakin ruh dolu bir məkan yerləşirdi. Bu kəndin dar daş küçələri, meşələrin sərinliyində əks olunan günəşin şüaları və axan çayın səsi, hər kəsin qəlbində keçmişin acı şirin hekayələrinin, ailə dəyərlərini və gələcəyə dair sarsılmaz ümidləri oyadırdı. Hər daş, hər yarpaq, hətta ətrafa əsən yüngül külək belə, sanki əcdadlarımızın unudulmaz sözlərini, bilik, ədalət, mərhəmət və inamı fısıldayırdı. Kəndin mərkəzində Ümid məscidi dayanırdı. Məscidin divarlarında asılmış qədim əl yazmaları, keçmişin hikmətinin, əcdadlarımızın öyrətdiyi dəyərləri və insanın içində yanan sarsılmaz işığı gələcək nəsillərə ötürən bir mənbə kimi parlayırdı. Hər səhər günəşin ilk şüaları məscidin pəncərələrindən içəri sızar, orada toplanan sakinlərin qəlbində yeni ümid və işıq yaradırdı. Əzizabad sakinləri üçün həyat yalnız torpaq, ağaclar və çayla ölçülmürdü. Eyni zamanda bilik və düşüncənin sarsılmaz gücü, insanın öyrənmə arzusu və inamı da onların varlığının ayrılmaz hissəsi idi. Kənddə yaşayan Həsən bəy, əcdadlarımızın öyrətdiyi dəyərləri, xüsusilə də bilik və riyaziyyatın ilahi qaydalarını qəlbində saxlayırdı. O deyirdi, torpaq kimi bilik də insanın ruhunu doyuran, ömrün hər anına dərin mənalar qatan bir sərvətdir. Riyaziyyat hər şeyin təməlidir. O, kainatın qanunlarının, əcdadlarımızın yaratdığı düzəni, həyatın sirlərini bizə açan açardır. Hesabın sədası insanın qəlbində yanan sarsılmaz işığın bir parçasıdır. Həsən bəyin 2 övladı, çalışqan gənc Rafiq və incə ruhlu, şeir dilində duyğularını ifadə edən Nigar, atasının bu öyrətdikləri ilə böyürdülər. Rafiq tarlalarda günəşin isti şüaları altında əməyi ilə məşğul olur, torpağın qoxusunu və əcdadların qoyduğu dərin izləri hiss edərkən riyaziyyatın sirlərinə dair düşüncələrini də öz içində inkişaf etdirirdi. O, hər hesablama, hər düstur qarşısında kainatın nizamının, əcdadlarımızın düzənini və həyatın sirlərini kəşf etdiyini düşünürdü. Nigar isə günəşin batışı ilə məscidin qarşısında yerləşən köhnə kənarda oturub, öz şeir və nəsr əsərlərində riyaziyyatın sanki insan ruhunun dilinə çevrildiyini, hər bir düsturun həyatın dərin mənalarını açdığını ifadə edirdi. Bir bahar səhəri, kəndin meydanında toplanan insanlar arasında böyük bir görüş keçirildi. Kəndin yaşlıları, gəncləri və bütün ailələr bir araya gələrək, keçmişin hekayələrini, sevinclərini, kədərlərini və biliklərlə dolu həyat dərslərini paylaşırdılar. O gün qoca Məhəmməd bəy illərin təcrübəsi və sarsılmaz hikməti ilə insanlara belə dedi: Əzizlərim, həyatımızda qarşılaşdığımız hər bir sınaq, hər bir hesablama, hər bir düstur, bizim qəlbimizdə yanan sarsılmaz işığın, öyrənmənin və inamın təcəssümüdür. Riyaziyyat yalnız ədədlərin cəmi deyil, o, kainatın düzənidir, əcdadlarımızın öyrətdiyi biliklərdir. Hər bir düstur, hər bir hesab, həyatın sirlərinin, ailə və dostluq bağlarımızın dərinliyinin, insan qəlbində yanan sarsılmaz ümidin və sevginin simvoludur. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik. Bu sözlər gənc Rafiqin qəlbində böyük suallar oyatdı. O, tarlalarda, axan çayın kənarında və dar küçələrdə gəzirkən, keçmişin vətənpərvər hekayələrindən və əcdadlarımızın öyrətdiyi riyazi qaydalardan ilham alırdı. Rafiq öz içində düşünürdü, həyat yalnız asan yollarla ölçülmür. Hər bir çətinlik, hər bir hesablama insanın içində yanan sarsılmaz işığın bir parçasıdır. Riyaziyyat bizə kainatın nizamının, əcdadlarımızın düzənini və həyatın dərin sirlərini öyrədir. Biz bu biliklərlə həyatımızı daha mənalı və dəyərli edəcək yollar axtarmalıyıq. Nigar isə öz şeir və nəsr əsərlərində keçmişin acı şirin xatirələrinin, ailə və dostluq bağlarının dərinliyini və riyaziyyatın sirlərini sənədləşdirirdi. O, yazırdı, hər kəlmə, hər düstur, insanın qəlbində yanan sarsılmaz ümidin və sevginin təcəssümüdür. Ədədlərin harmoniyası həyatın nizamıdır, hər bir hesab, hər bir düstur, bizim içimizdəki dərin gücü, sevgini və mərhəməti açan bir işıqdır. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü və inamı daha da kəşf edirik. Zaman axdıqca Günəşabad sakinləri öz ənənələrinə, dəyərlərinə və ailə bağlarına daha da sıx bağlı qaldılar. Hər ailə, hər dostluq və hər birlik keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını öz həyatlarına daşıdı. Gündüzlər tarlalarda, axan çayın kənarında və dar küçələrdə həyatın sədası, ailə və dostluq bağlarının dərinliyi hiss olunurdu. Gecələr isə ulduzların parıltısı altında hər kəs öz içində yanan sarsılmaz ümidin işığını bir daha canlandırırdı. Bir neçə ay sonra kənddə böyük bir bayram, bilik günü keçirildi.
Bu bayram hər kəsin öz həyat hekayəsini, sevinclərini, kədərlərini və ailə, dostluq əlaqələrini yad etdiyi, eyni zamanda riyaziyyatın, biliklərin və təbiətin nizamının əhəmiyyətini qeyd etdiyi bir gündür. Bayram sabahı erkən saatlardan başlayaraq, bütün ailələr bir-birinə hörmət və sevgi bəxş edərək, keçmişin acı və şirin xatirələrini və gələcəyin sarsılmaz ümidini yad etdilər. O gün məscidin qarşısında toplanan insanlar arasında qoca Məhəmməd bəy böyük bir çıxış etdi və belə dedi: "Əzizlərim, bu bilik günü bizə yalnız ədədlərin və düsturların bir araya gəlməsi deyil, eyni zamanda həyatın hər anını, ailə və dostluq bağlarımızı, sevgi və mərhəməti daşıyan sarsılmaz işığı xatırladır. Həyatın hər sınağı, hər çətinliyi bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Riyaziyyat kainatın nizamıdır və bizim içimizdəki sarsılmaz ümidin əksidir. Biz bu bilikləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik." Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın yazdıqları hekayələrdən, hesabların və düsturların ahəngindən ilham alaraq öz həyat yollarında qarşılaşdıqları çətinliklərə, sınaqlara və əngəllərə qarşı qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdi. Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da gücləndilər, öz yollarında inamla irəlilədilər, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar. Bir neçə gün sonra Rafiq və Nigar kəndin yaxınlığındakı geniş dağlıq ərazilərə, meşələrə və sərin çay kənarlarına səyahətə çıxdılar. Onlar dağların sərt qayalarını, meşələrin sərin kölgələrini və axan çayın sədasını dinləyərək hər bir çətinliyin və əngəl qarşısında insan qəlbində yanan sarsılmaz ümidin bir parçası olduğunu daha dərindən anladılar. Səyahət zamanı onlar keçmişin öyrətdiyi hekayələrdən, kəndin yaşlılarından və təbiətin öz sədasından ilham alaraq həyatın əsl mənasını, ailə, dostluq və bilik yenidən kəşf etdilər. Dağların ətəyindən axan çayın sədası ilə ahəngdar birləşən bu səyahət, Rafiqin və Nigarın qəlbində dərin izlər buraxdı. Bir gün geniş meşələrin arasında yerləşən qədim bir mağara qarşısında dayanan Rafiq, mağaranın qapısına yaxınlaşarkən, sanki içində yanan hər bir duyğu, kədər və sevinc, keçmişin və gələcəyin birləşdiyi o əbədi sədaya çevrildi. Mağaranın soyuq qaranlığında Rafiq köhnə əl yazmalarının, əcdadların izlərini və unudulmuş xatirələri tapdı. Hər bir sətirdə keçmişin acı şirin dərslərin, ailə və dostluq bağlarının sarsılmaz gücü və insan qəlbində yanan sarsılmaz ümidin parlaq işığı vardı. Rafiq bu yazıları diqqətlə oxuduqca öz iç dünyasında dərin dəyişikliklər baş verdi və o an anladı ki, hər bir çətinlik, hər bir sınaq, həyatın özü, insanın qəlbindəki sarsılmaz gücü və sevgini ortaya çıxarır. Nigar da mağaranın digər künclərində keçmişin dərin hekayələrinin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını sənədləşdirən digər əl yazmalarını tapdı. O, gördüklərini öz şeirində ifadə edərək belə yazdı: "Hər bir düstur, hər bir hesab insan qəlbində yanan sarsılmaz ümid və sevginin, mərhəmətin təcəssümüdür. Keçmişin acıları və sevinclərin, ailə və dostluq bağlarımızda, sarsılmaz ümidimizdə əks olunur. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk və həyatın əsl mənasını öyrənirik." Səyahətlərini bitirərək Rafiq və Nigar Günəşabada qayıtdılar. Onların qəlbində mağarada yaşadıkları o dərin hisslər, əcdadlarımızın öyrətdiyi dəyərlərin, ailə və dostluq bağlarının və gələcəyin sarsılmaz ümid dolu arzularının əks olunması aydın şəkildə hiss olunurdu. Kəndə qayıtdıqları gün Həsən bəy bütün ailə və kənd sakinləri arasında böyük bir məclisdə çıxış edərək belə dedi: "Əzizlərim, Rafiqin və Nigarın səyahəti hər birimizin həyatında qarşılaşdığı çətinlikləri, sınaqları və əngəlləri aşmaq üçün nə qədər dərin güc və sarsılmaz ümidin olduğunu bizə göstərdi. Hər kəsin qəlbində yanan o sarsılmaz işıq, keçmişin dərslərinin, ailə və dostluq bağlarımızı, sevgini və mərhəməti bizə xatırladır. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik." Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın qələmi ilə yazdığı hekayələrdən ilhamlanaraq öz həyat yollarında qarşılaşdıqları hər çətinliyi, sınağı və əngəli aşaraq qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdiyini anladı. Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da gücləndilər və öz yollarında inamla irəlilədilər, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar.
Beləliklə, Ümidin dərsləri, Qəlbdə yanan həyat nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış bir nağıl olaraq nəsillərə ötürüləcək, hər kəsin həyat yolunda işıq tutacaq bir irs oldu. Hər kəs bu dastanı oxuduqca həyatın hər bir anında qarşılaşdığı çətinlikləri, sınaqları və əngəlləri aşaraq öz içində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin dəyərini bir daha kəşf edəcək. Çünki həyat yalnız maddi sərvətlərdə deyil, qəlbdə, ailə və dostluq əlaqələrində və keçmişin dərslərində gizlidir. Biz bu nağılı yaşatmaqla gələcək nəsillərə və bütün dünyaya insan ruhunun dərinliyini, sarsılmaz ümidin və sevginin əbədi sədasını bəxş etmiş o qiymətli dəyərləri təqdim edirik. Bu hekayə yalnız Günəşabadın, yalnız Məmmədovlar ailəsinin və yalnız Rafiqin və Nigarın hekayəsi deyil, o, bütün insanlığın həyat yolunda qarşılaşdığı çətinliklərin, sınaqların və sarsılmaz ümidin, sevginin və mərhəmətin əbədi sədasıdır. Hər kəsin ürəyində yanan o sarsılmaz işıq, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək, bizə həyatın əsl mənasının dərinliyini və əbədi gözəlliyini xatırladır. Beləliklə, Ümidin dərsləri, Qəlbdə yanan həyat nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun böyük romanlarından ilham alan bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin ürəyində əbədi iz buraxacaqdır.